Tövbə insan yolunun dəyişməsidir. İnsan yolunu dəyişir və insana xas bir yol dəyişmədir. Bir növ insanın özünün özünə qarşı çıxmasıdır. Yolu dəyişilib, amma özünə qarşı çıxıb. Özü istəmir daxı, özü istəyir yatsın, özü istəyir günah eləsin. Özünün bir dənə adəti var. Özü haram məclisi sevir, filan günahı sevir, özü sevir, hə? Tövbə nədir? Özünün özünə qarşı çıxmağa deyirlər tövbə. Bu sənə məxsusdur bəşər. Özünə qarşı çıxa bilirsən. Bugünkü dünyanın təbliğ etdiyi məsələ budur. Mən özüm bilərəm, belə yaşa. Güclü insanlar tövbə edə bilir. Zəif insanlar tövbə edə bilmir. Tövbə güclü insanların seçimidir. İntihar zəif insanların qərarıdır. Mənim ürəyim belə istəyir deyib yaşayanlar heç də güclü və iradəli insanlar deyil. Qətiyyətlə sizə deyirəm. Ürəyim elə istəmir axı mən bunu eləyim. Kişi ürəyi bu saxla. Ağlınla nəticə çıxart. Gör məntiqə uyğundur yoxsa yox. Özün xoşa gəlib gəlməməklə yaşama. Bu mənim xoşuma gəlir yoxsa yox. Gör əqlin nə deyir? Xeyirdir yoxsa yaxşıdır. Ürəyimin xoşuna gəlir yoxsa yox, bu yox. Əqlivin baxacaqsan fikrinə, əqlivin. Əqlin nə qərar verir? Xeyirdir yoxsa ziyandır? Ona baxacaqsan. Əzalarını ürəyivə tapşırmayacaqsan, əqlə tapşıracaqsan.